səbəb bağlayıcıları ilə bağlanan cümlə var. Çünki, ona görə ki, ondan ötürü ki, o səbəbdir ki, cümlənin səbəbi bir hissədə olur. Səbəb bağlayıcılarla bağlanan cümlədir. Cümlənin səbəbi burada olur. Diqqətlə baxın. Bunu dərsə gəlməmişdir, çünki tapışıqları yazmamışdır. Gəlin bir cümləyə baxaq uşaq, bax fikir verirsiniz. Dərsə gəlməmişdir, çünki yerinə ona görə ki, qoy, fərqi yoxdur. Dərsə gəlməmişdir, ona görə ki, tapışıqları yazılmış. Bax, səbəb bu yüzdə olur. Və sən bunu sadələşdirə götürüb qabağa atmışsın. Tapışıqları yazmadığına görə dərsə gəl. Amma bir də altdakı cümləyə baxın. Dərsləri yaxşı oxumuşdu. Bu səbəbdir, bu da nədir? Nəticədir. Dərsləri yaxşı oxumuşdu. Ona görə də universitetə qəbul olunur. Və sən baxırsan ki, burada, yəni tutu söhbəti uşaqdır. İstənilən bax, ona görə ki, tutmadı. Bax, ona görə ki, bir dənə cümlə gəlir. Bir dənə düşün qədər. Deyirəm ki, müəllim dərsə gecikmişdi. Ona görə ki, yolda probka tıxac var. Müəllim dərsə gecikmişdi. Ona görə ki, yolda tıxac var. Səbəb, çünki ona görə ki, bağlanan cümlələrin səbəbi həmin bağlayıcıdan sonradır. Bax, səbəb oradadır. Nəticəni burada görürsən. İstənilən ürəyin istəyən çünki cümləsidir, nə qədər, hamısında belədir. Məsələn, imtahandan kəsildim, çünki hazırlaşmamışdır. Kəsildim qabaqdadır. Nəticə burada qalır, səbəb burada qalır. Amma bir dənə buna bax, elə bir ard-arda düz qoyduğun cümlədir. Dərsləri yaxşı oxumuşdum, ona görə də universitetə bu səbəb alırsın. Bu səbəb, bu nəticə. Yəni, fikir verin nə baş verdiği qədər. Və sən burada ona görə də sözü var. Bunu cümlüz dikimdə nə götürürsünüz? Zərf verin. Oldu? Maraqlı temada, ehtiyatlı olun. Aycan, bir fikir olaraq bacım, o əvəzlik görə qoşulur. Qoşmalı ifadəsi söyləyib geçsin. Dədə bağlayıcı. Ona görə də, məhz bu səbəbə görə də, mən belə bir olur. Səbəb zərfdir, cümlüz dikimdə. Aydın oldu? Ona görə bu universitetə qəbul. Bu adam niyə universitetə qəbul? Çünki zamanında dərsləri yaxşı oxuyur. Bu səbəb nəticədir. Bu səbəb budaq cümlə tabi olmur. Kesinliklə deyil uşaq. Aydın oldu? Yadda saxlayın. Çünki ona görə ki, ondan çünki o səbəbdən ki də səbəb bağlayıcıdan sonra verilir. Bu isə ardında verilmiş iki cümlə. Anlaşdıq? Anlaşdıq. Bomboş. Yaşayın.